Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Səlci. Bugün sizlərlə oksidləşmə reduksiya reaksiyaları bölməsinin oksidləşmə reduksiya reaksiyaları tənliklərin əmsallaşdırılması mövzusunda 61-dən sona qədər olan sualları izah edəcəyik inşallah. Vaxt itirmədən 61-ci sualdan başlayaq. Reaksiya tənliyində suyun əmsalını müəyyən edin. İlk öncə gəlin reaksiya tənliyini əmsallaşdıraq. 61-ci sual. Ferium reaksiya tənliyini yazaq. Ya da uşaqlar, gəlin də oksidləşmə dərəcəsi dəyişən elementləri reaksiya tənliyinin üzərində baxaq. Dəmir müsbət 2 oksidləşmə dərəcəsindən, dəmir gəldi müsbət 3 oksidləşmə dərəcəsinə. Deməli, dəmirlərin sayına baxırıq. Dəmirlərin sayı alınan maddədə 2 dənədir. Onda 2 mol dəmir götürürük. Uşaqlar, sizin beyninizə sual yarana bilər ki, müəllim, bəs 56-cı sualı həll eləyəndə başlanğıc maddəyə baxdınız. Amma burada həm başlanğıc maddəyə baxırsınız, həm də reaksiya məhsulunda saya baxırsınız. Uşaqlar, 56-cı sual istisna reaksiyalardan biri idi. Gördüyünüz üzrə orada ferium S2-nin tərkibində həm kükürt, həm də dəmir oksidləşmə dərəcəsini dəyişmişdi. Biz normalda bir dənə elementi, məsələn, burada sadəcə dəmirin oksidləşmə dərəcəsinə baxırıq. Amma 56-cı sualda həm dəmir, həm kükürt, həm oksigenə baxdıq. İstisna element olduğuna görə bir elementdə 2 dənə bir maddədə 2 dənə element oksidləşmə dərəcəsinin dəyişdiyinə görə başlanğıc maddəyə əsasən hesablamalıydım. Reaksiya məhsuluna görə yox. Bəzi istisna reaksiyalarımız var. Normal halda isə deməli dəmirlərin sayına uyğun reaksiyanı əmsallaşdırırıq. Deməli 2 mol ferium müsbət 2 oksidləşmə dərəcəsindən ferium gəlir müsbət 3 oksidləşmə dərəcəsinə 2 vurulsun. Müsbət 2-nin üzərinə müsbət 2-dən müsbət 3-ə gələndə bir dənə elektron vermiş olur. Ümumilikdə verdiyi elektronların sayı neçə dənədir? 2 dənədir. Keçirik indi manqana. Manqan müsbət 7 oksidləşmə dərəcəsində. Manqan gəlir uşaqlar müsbət 2 oksidləşmə dərəcəsinə. Manqanların sayı bir dənə olduğuna görə bir dənə də element oksidləşmə dərəcəsinin dəyişdiyinə görə əmsal yazmırıq. Müsbət 7 oksidləşmə dərəcəsindən manqan gəldi. Müsbət 2 oksidləşmə dərəcəsinə 5 dənə elektron almış oldu. Verilən və alınan elektronları sağ tərəfdə yazırıq. 2, 5. Yerlərini dəyişirik. 5, 2. 5'i yazırıq ferium 3 müsbətin qarşısına. Onda ferium SO4'ün 2 SO4'ün qarşısına da 10 yazmalıyıq. Feriumlar bərabərləşdi. 2'ni yazırıq manqan 2 müsbətin qarşısına. Onda manqanların sayını bərabər eləmək üçün kalium manqan O4'ün qarşısına da 2 yazırıq. Kaliumların, manqanların, dəmirlərin sayı bərabərləşdi. Keçirik indi SO4'lərə. Manqan SO4'də 2 dənə SO4, kalium S4'də 1 dənə, 3 dənə, 5 dəfədə 3, 15, 18 dənə. Ümumilikdə 18 dənə SO4 var. 10 dənəsi ferium S2-nin tərkibindədir. 8 dənəsi də olsun H2SO4'ün tərkibində. Keçirik indi hidrogenlərin sayını bərabərləşdirmək. 8 də yazırıq. 8 də yazırıq suyun qarşısına. Hidrogenlərin sayı da bərabərləşdi. Oksigenlərə baxırıq. SO4'də oksigenlər olsa bir-birlərini tarazlayırlar. 2 dəfə 4, 8, 8. Oksigenlərin sayı da bərabərləşdi. Reaksiyada suyun əmsalını istəyir. Uşaqlar, suyun əmsalı da 8. Cavabımız oldu. C variantı. Keçirik 62-ci suala. Yenə reaksiya verib, reaksiyada suyun əmsalını istəyir. Gəlin müəyyən eləyək. Xrom müsbət 6 oksidləşmə dərəcəsindən, xrom gəlir müsbət 3 oksidləşmə dərəcəsinə. Xromların sayı 2 dənə olduğuna görə həm başlanğıc maddə, həm də reaksiya məhsulunda bir dənə element oksidləşmə dərəcəsinin dəyişdiyinə görə yazırıq 2 mol xrom müsbət 6 oksidləşmə dərəcəsindən 2 mol xrom müsbət 3 oksidləşmə dərəcəsinə gəlir. 2 vurulsun müsbət 6-dan müsbət 3-ə gələndə 3 dənə elektron almış olur. Ümumilikdə aldığı elektronların sayı neçə dənədir? 6 dənədir. Keçirik indi dəmirə. Dəmir müsbət 2 oksidləşmə dərəcəsinə, müsbət 3 oksidləşmə dərəcəsinə gəlir. 2 dənə dəmir. Deməli, dəmirin əmsalı da oldu 2 dənə. Çünki bir dənə element oksidləşmə dərəcəsini dəyişir. Müsbət 2 oksidləşmə dərəcəsinə 2 dənə dəmir gəldi. Ferium müsbət 3 oksidləşmə dərəcəsinə. 2 vurulsun müsbət 2-dən müsbət 3-ə gələndə bir dənə elektron vermiş olur. Ümumilikdə verdiyi elektronların sayı da oldu 2 dənə. İndi gəlin verilən və alınan elektronları sağ tərəfdə yazaq. 6, 2. İxtisar gedirsə ixtisar aparaq. 3, 1 və yerlərini dəyişək. 1, 3. Xrom, uşaqlar, xrom 2 dənənin qarşısına 1 yazırıq. Hər birinin qarşısına 1 yazaq ki, daha aydın. Çaşı bura əmsal yazmış olmayaq. 3'ü də yazırıq ferium 3 müsbətin qarşısına. 3 yazdıq ferium 3 müsbətin qarşısına. 6 da oldu ferium 2 SO4'ün qarşısında. Keçək indi kaliumlara. Kaliumların sayı da bərabərdir. İndi SO4'lərə baxaq. Aşağıda var deməli 3 dənə.
9 dənə, 12 dənə, 13 dənə. Ümumilikdə 13 dənə SO4 var. 6-sı ferium 2 SO4-ün tərkibindədir. Onda H2SO4-ün qarşısına da keçdi 7. SO4-lərin sayı da bərabərləşdi. Hidrogenlərin sayını bərabərləşdirmək üçün suyun qarşısına 7 yazırıq. Sonra oksigenlərə keçirik. SO4-lərin tərkibində olan oksigenlər bir-birlərini tarazlayır. 7, 7 oksigenlərin sayı da bərabərdir. Deməli, suyun əmsalı neçə oldu? Suyun əmsalı 7 oldu. Cavab da oldu A variantı. 63-cü sual. Reaksiya tənliyində yenə suyun əmsalını istəyir bizdən. Gəlin baxaq. Deməli, yod müsbət 5 oksidləşmə dərəcəsindən yod gəlir 0 oksidləşmə dərəcəsinə. Gəlin yazaq 63-cü sual. Deməli, yodların sayı reaksiya məhsulunda neçədəndir? 2 dənədir. 2 dənə yod müsbət 5 oksidləşmə dərəcəsindən 2 dənə yod gəlir 0 oksidləşmə dərəcəsinə. Davam edirik. Deməli, aldığı və verdiyi elektronların sayı 2 vurulsun. Müsbət 5-dən 0-a gələndə uşaqlar, deməli 5 dənə elektron almış olur. 5 dənə elektron alır. Ümumilikdə aldığı elektronların sayı nə qədərdir? 10 dənə oldu. Keçirik, davam edirik məsələnin ardına. Natrium, baxaq, başqa oksidləşmə dərəcəsini dəyişən element. Başqa oksidləşmə dərəcəsini dəyişən element kükürdür. Kükürd müsbət 4 oksidləşmə dərəcəsindən gəlir müsbət 6 oksidləşmə dərəcəsinə. Deyəcəksiniz, mən bəs burada da müsbət 6-dır. Siz niyə kaliumlu olanı götürmədiniz? Uşaqlar, natrium SO3, baxın, natriumun hər ikisində natrium olan birləşməni götürürəm. Natrium sulfid gəlib çevrilib olub natrium sulfat. Ona görə natrium olan kükürdlə hesablama aparırıq. Kükürdlərin sayı bir dənə olduğuna görə əmsal yazılmır. Kükürd müsbət 4 oksidləşmə dərəcəsindən, kükürd gəldi müsbət 6 oksidləşmə dərəcəsinə. Ümumilikdə verdiyi elektronların sayı oldu 2 dənə. Verilən və alınan elektronları sağ tərəfdə yazırıq 12. İxtisar gedirsə ixtisar aparırıq. 5-1. İxtisar getdirsə ixtisar aparırıq 5-1 və yerlərini dəyişirik 1-5. 1-i yazırıq yod 2-nin qarşısına. Heç yazmağa ehtiyac yoxdur, amma yazaq ki, çaşıb onun qarşısına bir əmsal yazmayaq. Yodların sayı bərabərləşdirmək üçün 2-ni yazırıq kaliumun qarşısına. 5-i yazmalıyıq dəmir kükürd 6 müsbətin qarşısına. Deməli, natriumların sayı bərabər olması üçün natrium SO3-ün qarşısına da 5 yazdıq. Davam edirik kaliumlara. Kaliumların sayı bərabərdir, yodlar bərabərdir, natrium bərabərdir. SO4-lərə keçək. Deməli, 5 dənə sol tərəfdə var, sağ tərəfdə baxaq. 5 dənə, 6 dənə. 6 dənə varsa, onda H2SO4-ün qarşısına da heç bir əmsal yazmırıq. 1 olduğu kimi qalır. Onda suyun da qarşısına heç bir əmsal yazmırıq. Suyun da əmsalı oldu 1. Cavabımız da oldu B variantı. Keçirik 64-cü suala. Yenə reaksiya tənliyini verir və reaksiya tənliyində suyun əmsalını müəyyən eləməmizi istəyir. Gəlin müəyyən eləyək. Fosfor müsbət 3 müsbət yox, mənfi 3. Çünki hidrogen müsbət 3-dür. Mənfi 3 oksidləşmə dərəcəsindən fosfor gəlir müsbət 5 oksidləşmə dərəcəsinə. Fosforların sayı bir dənə olduğuna görə əmsal yazmırıq. Gəlin yazaq. Fosfor mənfi 3 oksidləşmə dərəcəsindən fosfor gəldi müsbət 5 oksidləşmə dərəcəsinə. Ümumilikdə 8 dənə elektron verilmiş oldu. Keçirik indi manqanlara baxmağa. Manqan müsbət 7 oksidləşmə dərəcəsindən manqan gəlir müsbət 2 oksidləşmə dərəcəsinə. Manqanların sayı bir dənə olduğuna görə əmsal yazmırıq. Müsbət 7 oksidləşmə dərəcəsindən manqan gəldi müsbət 2 oksidləşmə dərəcəsinə. Ümumilikdə 5 dənə elektron almış oldu. Verilən və alınan elektronları sağ tərəfdə yazırıq 8-5. Yerlərini dəyişirik 5-8. 5-i yazırıq fosforların qarşısına. Gəlin yazaq 5 mol, 5 mol. Davam edirik. 8-i də yazırıq manqanların qarşısına. 8 mol, 8 mol. Davam edirik. Kaliumların sayı bərabərləşmək üçün bura 4 yazırıq. Kaliumlar da, manqanlar da, fosforlar da bərabərləşdi. Keçirik SO4-lərə. Aşağıda var 8, o da 4, 12 dənə SO4. Yuxarıda SO4 yoxdur. 12 də yazırıq. 12 molda oldu SO4-ün əmsalı. Keçirik indi hidrogenlərin sayını bərabərləşdirməyə. 5, 5 bunlar getdi. 12, 12, 12 molda su əmələ gəlməlidir ki, hidrogenlərin sayı da bərabərləşsin. Reaksiya tənliyini əmsallaşdırdıq. Suyun əmsalını istir 12. Cavab da oldu Y variantı. Keçirik 65-ci suala. Deməli, reaksiya tənliyində deyir, suyun əmsalını müəyyən eləyin. Gəlin müəyyən eləyək. CH3, deməli, hidrogen müsbət 1, müsbət 4, mənfi 2. Karbonda mənfi 2 oksidləşmə dərəcəsindən mənfi 2, mənfi 2, müsbət 2 oksidləşmə dərəcəsinə gəlir. Karbonların sayı bir dənə olduğuna görə oksidləşmə dərəcəsi dəyişmir. Üstəm, əmsal yazmırıq. Mənfi 2-dən karbon gəldi müsbət 2-yə. Neçə dənə elektron vermiş oldu? 4 dənə elektron vermiş oldu. Keçirik manqana. Manqan müsbət 7 oksidləşmə dərəcəsindən manqan gəldi müsbət 2 oksidləşmə dərəcəsinə.
dərəcəsinə. Manqanların sayı 1-dən olduğuna görə əmsal yazmırıq. Müsbət 7-dən manqan gəldi müsbət 2 oksidləşmə dərəcəsinə. Ümumilikdə neçə dənə elektron almış oldu? 5 dənə elektron almış oldu. Verilən və alınan elektronları sağ tərəfdə yazırıq 4, 5. Yerlərini dəyişirik 5, 4. Deməli 5-i yazırıq karbonların qarşısına. 4'ü də yazırıq manqanların qarşısına. Kalyumların sayı bərabər olsun da 2 də yazdıq kalyumun qarşısına. SO4'lərin sayına keçirik. Aşağıda 6 dənə SO4 var. Yuxarıda da 6 yazırıq. H2S4'ün qarşısına SO4'lər də bərabərləşdi. Keçirik indi hidrogenlərin sayını bərabərləşdirməyə. Yuxarıda neçə dənə hidrogen var? Gəlin onu müəyyən edək. 5 dəfə 4, 20 dənə hidrogen CH3, COH-da var. Kalyum manqanatda yoxdur. 12 dənə də hidrogen H2SO4'ün tərkibində var. Bərabər olmalıdır. Aşağıda var 5 dəfə 2, 10 dənə hidrogen HCOH-ın tərkibində. Deməli H2O-nun tərkibində də 2x yazaq. X H2O-nun əmsalı olsun. Ondan çıxanda 12, 2x bərabərdir uşaqlar 22. Üstəm 32-dən 10 çıxanda bəli 22, x də bərabərdir 11. Deməli suyun əmsalı neçə oldu? 11 oldu. 11 olmalıdır ki, hidrogenlərin sayı bərabərləşsin. Sonra oksigenlərin sayına baxırıq. 5 dənə. O da 4 və 4 16. Oksigenlərin sayı da bərabərdir. Deməli suyun əmsalı neçə oldu? 11. Cavabımız da oldu. C variantı. Keçirik 66-cı suala. Deməli uşaqlar, xrom müsbət 6 oksidləşmə dərəcəsindən müsbət 3 oksidləşmə dərəcəsinə gəlib 2 dənə xrom. Müsbət 6 olduğunu hardan bildim? Oksigen -2-dir. -2 vurulsun 3, -3, -6. -6-nın üzərinə müsbət 6 gəndə 0 eləyir. Deməli 66-cı sual. İlk öncə başlayırıq xromdan. 2 dənə xrom müsbət 6 oksidləşmə dərəcəsindən 2 dənə xrom gəlir müsbət 3 oksidləşmə dərəcəsinə. Ümumilikdə aldığı elektronların sayı 3 dənə elektron. Ümumilikdə aldığı elektronların sayı isə 6 dənə elektron almış olur. Keçirik indi digərinə. Karbon C2H5OH-da -2 oksidləşmə dərəcəsi göstərir. CH3, COH uşaqlar gəlin birləşdirək molekul şəklində C2, H4, O2. Oksigen -2 oksidləşmə dərəcəsi göstərir. Hidrogen müsbət 1 oksidləşmə dərəcəsi göstərir. Cəm elədi 0. Onda görə karbon da 0 oksidləşmə dərəcəsi göstərsin ki, bu ifadənin deməli molekulun ümumilikdə oksidləşmə dərəcələrinin cəmi 0 olsun. Deməli 2 dənə karbon -2 oksidləşmə dərəcəsindən 2 dənə karbon gəldi 0 oksidləşmə dərəcəsinə. 2 vurulsun ümumilikdə verdiyi elektronların sayı nə qədərdir? 2 dənə. 2 dəfə də 2 verdiyi elektronların sayı ümumilikdə oldu 4 dənə. Verilən və alınan elektronları sağ tərəfdə yazırıq 6, 4. İxsar gəlsə ixsar aparırıq 3, 2. Yerlərini dəyişirik 2, 3. 2-ni yazırıq xrom 3 müsbətin qarşısına 2 yazdıq. Daha sonra xrom 6 müsbətin qarşısına da yazmalıyıq ki 4. Reaksiya tənliyi əmsallaşsın. 3'ü yazırıq karbonların qarşısına 3 mol, 3 mol. Karbonların sayı da bərabərləşdi. Keçirik SO4'lərin sayına baxmağa. Aşağıda var 6 dənə SO4, yuxarıda yoxdur. Altını da yazırıq H2SO4'ün qarşısına SO4'lərin sayı da bərabərləşdi. Suya baxırıq. Hidrogenlərə baxırıq. Yuxarıda var uşaqlar 3 dəfə 6, C2H5O6'nın tərkibində 6 dənə oksigen var, 6 dənə hidrogen var. 3 dəfə də 6, ümumilikdə 18 dənə hidrogen üzərinə gəlinsin. H2S4'ün tərkibində də 12 dənə hidrogen var, 30 elədi. İndi aşağıya düşürük. CH3, COH-ın tərkibində 4 dənə, 3 molunun da tərkibində olacaq 12 dənə hidrogen. H2O-nun da molu gələk 9 mol olsun ki, 9 dəfə 2, 18 mol da burada hidrogen olsun. 18 dənə hidrogenlərin sayı bərabərləşsin. Bizdən nə istəyir? Oksidləşdiricinin əmsalını istəyir. Oksidləşdirici hansıdır uşaqlar? Elektron alan, yəni xrom 6 müsbət. Xrom 6 müsbətin əmsalı da neçə oldu? 4 oldu. Cavabımız da oldu. C variantı. Keçirik 67-ci suala. Reduksiyacının verdiği elektronların sayı 9 Na, yəni 9 dənə təqribi. Təqribi yox, Na-nı uşaqlar ixtisar gedəcəksiniz. Reduksiya edicinin, oksidləşdiricinin reduksiya olunan mol miqdarı. Gəlin ilk öncə 67-ci reaksiyanı bir əmsallaşdıraq. Mis 0 oksidləşmə dərəcəsindən gəldi müsbət 2 oksidləşmə dərəcəsinə yazırıq. Misin sayı da bir dənədir, əmsal yazmırıq. 0 oksidləşmə dərəcəsindən mis gəldi müsbət 2 oksidləşmə dərəcəsinə. Ümumilikdə 2 dənə elektron vermiş oldu. Azot müsbət 5 oksidləşmə dərəcəsindən durur, gəlir müsbət 2 oksidləşmə dərəcəsinə. Azotların sayı bir dənə olduğuna görə əmsal yazmırıq. Müsbət 5-dən azot gəldi müsbət 2 oksidləşmə dərəcəsinə. Ümumilikdə uşaqlar deməli azotun
aldığı elektronların sayı nə qədər oldu? 3 dənə oldu. Verilən və alınan elektronların uşaqları sağ tərəfdə yazırıq 2, 3. İxtisar getmişsə yerlərini dəyişirik. 3, 2. 3'ü yazırıq mislərin qarşısına. 3 yazdıq, 3 yazdıq. Mislərin sayı bərabərləşdi. 2'ni də yazırıq azot 2 müsbətin qarşısına. Azotların sayını indi bərabərləşdirək. Sağ tərəfdə var 2 dəfə 3, 6, 7, 8 dənə azot. Azotların sayı da bərabərləşdi. Hidrogenə baxırıq. 4 də yazanda hidrogen sayı da bərabərləşir. Son olaraq oksigenlərə baxırıq. Oksigenlərin sayı da bərabərdir. Reduksiya edicinin verdiyi elektronların sayını bizə verir. Uşaqlar, reduksiya edici nə idi? Mis idi, düz deyil. Birləşmədə nə qədər mis var? 3 mol mis var. Bir dənə mis atomu 2 Na sayda elektron verir. Yəni 1 mol mis atomu 2 Na sayda elektron verir. Onda 3 mol mis atomu nə qədər elektron verər? 3 mol mis. 3 mol mis də verəcək 6 Na sayda elektron. Bizə deyir ki, reduksiya edicinin verdiyi elektronların sayı 9 Na'dır. 9 Na sayda elektron vermək üçün bizə nə qədər reduksiya edici lazımdır? Bilmirik. X mol reduksiya edici lazımdır. İndi gəlin X-i müəyyən eləyək. X mol reduksiya edici lazımdır. X də buradan bərabərdir. 3'e ixtisar getdi 2 dəfə, 3'e ixtisar getdi 3 dəfə, 3'ü 2'ye bölürük. 3 burada 3 də var. 3 dəfə 3 9, 9'u 2'ye bölürük 4,5. Deməli bizə 4,5 mol mis lazımdır ki 9 Na sayda reduksiya edici elektron versin. Davam edirik. Bizə deyir ki, oksidləşdiricinin reduksiya olunan miqdarı. Uşaqlar, 3 mol mis. Neçə mol nitrat turşusu? Oksidləşdirici bilirik ki, nitrat turşusudur. 3 mol mis 8 mol nitrat turşusu ilə, yəni HNO3 ilə reaksiyaya daxil olur. Bəs yaxşı, 1 mol, burada 4,5 mol mis var da, 4,5 mol mis neçə mol nitrat turşusuna reaksiyaya daxil olar? Bilmirik. Y. Y də bərabərdir 3'e ixtisar getdi 1,5. 1,5 də 2'də 3, 8'e vuranda 3 dəfə 4, 12. Deməli 12 mol natrium, 12 mol HNO3 ilə reaksiyaya daxil olacaq. Deməli 4,5 mol mis 12 mol HNO3 ilə reaksiyaya daxil olacaq. HNO3 mol miqdarını da tapdıq. Oksidləşdirici uşaqlar 8 mol HNO3 reaksiyaya daxil olanda reduksiya olunan hissəsi də burada 6 dənə NO3, yəni 6 mol NO3 müsbət 5 oksidləşmə dərəcəsində qoruyub saxlayır. Yəni reduksiya olunmur. Reduksiya olunan hissə yalnız bu NO-dur. Yəni 8 mol HNO3 reaksiyaya daxil olur. Onlardan 6 mol olduğu kimi özünü saxlayır. Yəni 6 dənə NO3 olduğu kimi qalır. 2 dənə azot reduksiya olunur və NO-nu əmələ gətirir. Deməli 8 mol HNO3 reaksiyaya daxil olanda neçə mol deməli azot reduksiya olunur? 2 mol azot reduksiya olunur. Yəni 2 mol NO əmələ gəlir. Əmələ gələn elə maddəni də yazaq. 2 mol NO əmələ gəlir. NO. Yəni 2 molu reduksiya olunur. Reduksiya olunan maddə burada NO-dur. Mis 2 nitratın tərkibində azot reduksiya olunmuyor. Belə olduğu kimi öz oksidləşmə dərəcəsini qoruyub saxlayıb. Bizdə neçə mol HNO3 var? 12 mol HNO3. 12 mol uşaqlar HNO3, 12 mol HNO3. Neçə mol uşaqlar NO əmələ gələcək? Reduksiya olunan miqdarı. Neçə mol HNO3 əmələ gələcək? 2'ye ixtisar getdi 4 dəfə, 4'e ixtisar getdi 3 dəfə, X isə bərabərdir 3. Deməli 12 mol HNO3 reaksiyaya daxil olsa, 12 mol HNO3 reaksiyaya daxil olsa, 3 mol NO əmələ gəldi. Gördünüz uşaqlar, X da oldu 3, cavab da oldu A variantı. İnşallah nə demək istədiyim sizə tam aydın olub. Deməli HNO3-ün hamısı reduksiya olunmuyor. Yəni müsbət 5 oksidləşmə dərəcəsi mis 2 nitratın tərkibində özünü qoruyub saxlayır. Yalnız onlardan 2 mol reduksiya olunub. 8 mol HNO3 reaksiyaya daxil olanda 2 mol NO əmələ gəlirdisə, biz tapdıq ki 12 mol HNO3'ümüz var. 12 mol HNO3'dən də 3 mol NO əmələ gələr. X-i də müəyyən elədik 3. Geçirik indi 68-ci suala. Oksidləşmə reduksiya reaksiyasının əmsalı 6 olan maddələri müəyyən edin. Gəlin ilk öncə oksidləşmə reduksiya reaksiyasını bir əmsallaşdıraq. Xlor 0 oksidləşmə dərəcəsindən müsbət 5 oksidləşmə dərəcəsinə, həmçinin 0 oksidləşmə dərəcəsindən gəlir -1 oksidləşmə dərəcəsinə. Bəsit halda xlorun sayı 2 dənədir. Deməli əmsal olaraq 2 yazırıq. 68 2 vurulsun xlor
0 oksidləşmə dərəcəsindən elə 2 dənə xlor əmələ gəlir, müsbət 5 oksidləşmə dərəcəsindən. Verilən elektronlara baxırıq, 5 dənə elektron verir, ümumi verilən elektronların sayı da olur 10 dənə. Ümumilikdə 10 dənə elektron vermiş oldu xlor. Sonra xlor yenə 2 dənə xlor, əmsalı, daha doğrusu bəsit halda sayı 2 dənə olduğuna görə əmsal 2 yazırıq. 0 oksidləşmə dərəcəsindən 2 dənə xlor gəlir, -1 oksidləşmə dərəcəsinə. Ümumilikdə uşaqlar alınan elektronların sayı, 1 dənə xlor 1 dənə elektron alırsa, 2 dənə xlorun aldığı elektronların sayı da oldu 2 dənə. İndi sağ tərəfdə verilən və alınan elektronları yazırıq. 10 dənə elektron verilib, 2 dənə elektron alınıb. İxtisar geçsə ixtisar aparırıq. 5, 1 və yerlərini dəyişirik. 1, 5. Deməli 1-i yazırıq xlor müsbət 5-in qarşısına. Xlor müsbət 5-in qarşısına yazdıq 1. Deməli 5-i də yazırıq xlor mənfinin qarşısına. Ümumilikdə kalsiumların sayı nə qədər oldu? 6. 6-nı yazırıq kalsium OH2-nin qarşısına. Xlorların sayına keçirik. 2. 5 dəfə 2, 12. 6 da yazırıq xlor 2-nin qarşısına, xlorların sayı da bərabərləşsin. Son olaraq hidrogenlərin sayına keçirik. 6, 6. 6-nı da yazırıq suyun qarşısına. Hidrogenlərin sayı da bərabərləşsin. Oksigenlərin sayına baxırıq. 12 dənə. Sağ tərəfdə 6, 6. Oksigenlərin sayı da bərabərdir. Reaksiya tənliyini əmsallaşdırdıq. Oksidaşma reduksiya reaksiyasının əmsalı 6 olan maddələri müəyyən edin. Kalsium hidroksid, xlor, bir də suyun əmsalı 6'dır. Cavab da 1, 2 və 5. Keçdik 69-cu suala. Doğru olanları müəyyən edin. Gəlin ilk öncə reaksiya tənliyini bir əmsallaşdıraq, sonra oksidləşdiricinin, reduksiya edicinin əmsalını müəyyən eləyək. Deyir ki, öz-özünə oksidləşmə reduksiya reaksiyası. Uşaqlar, öz-özünə oksidləşmə reduksiya reaksiyası deyil. Öz-özünə oksidləşmə reduksiya reaksiyasının digər adı sizə tanış gələcək disproporsiya. Yəni disproporsiya reaksiyası, baxın, yuxarıdakı reaksiyası. Bir dənə xlor atomu reaksiyaya daxil olur. Eyni molekulun tərkibində, oksidləşdirici də, reduksiya edici də eyni molekulun tərkibində olur və eyni element olur. Buna deyirlər öz-özünə oksidləşmə reduksiya reaksiyası. Baxın, xlor eyni molekulun tərkibində eyni elementdə oksidləşdirici də, reduksiya edici də və əmələ gətirdiyi maddələrdə öz elementinə uyğun əmələ gətirir. Öz-özünə oksidləşmə reduksiya reaksiyası bax odur. İndi keçirik digərlərinə. Deyir ki, oksidləşdiricinin və reduksiya edicinin əmsalı 4'dür. Yəni ilk öncə məsələni bir deməli əmsallaşdıraq. Kükürt -2 oksidləşmə dərəcəsinə, müsbət 6 oksidləşmə dərəcəsinə gəlir. Gəlin sol tərəfdə yazaq. Deməli, kükürtlərin sayı bir dənədə, əmsal yazmıram. -2 oksidləşmə dərəcəsinə, müsbət 6 oksidləşmə dərəcəsinə gəlir. Ümumilikdə 8 dənə elektron vermiş oldu. Xlor müsbət 5 oksidləşmə dərəcəsinə, -1 oksidləşmə dərəcəsinə gəlir. Xlorların sayı bir dənə olduğuna görə əmsal yazmıram. Müsbət 5-dən xlor gəldi -1 oksidləşmə dərəcəsinə, ümumilikdə aldığı elektronların sayı da oldu 6 dənə. Verilən və alınan elektronları reaksiyada sağ tərəfdə yazıram ki, əmsallaşdırmaq asan olsun. Verilən və alınan elektronları. Verilən elektronlar 8 dənə, alınanlar 6 dənə. İxtisar geçsə ixtisar aparırıq 4, 3 və yerlərini dəyişirik 3, 4. 3'ü yazırıq, deməli 3 deməli oldu. Kükürt 6 müsbət, D oldu 3, yuxarıda yazım. Daha sonra 4'ü də yazırıq xlor mənfinin qarşısına. 4'ü də yazdıq. İndi gəlin hidrogenlərin, birinci kükürlərin sayını bərabərləşdirək. Onda B də oldu 3, kükürlərin sayı da bərabərləşdi. Xlorların sayına keçək. Sağ tərəfdə 4 dənə xlor var. 4 də yazırıq A'nın yerinə. Xlorların sayı da bərabərləşdi. Hidrogenlərə baxırıq. Hidrogenlərin sayı da bərabərdir. Oksidləşdirici və reduksiya edici. Uşaqlar, oksidləşdirici oldu. Elektron alan xlor müsbət 5. Xlor müsbət 5 uşaqlar, yəni H xlor O3. H xlor O3'ün əmsalı necədir? 4. Doğrudur. Oksidləşdiricinin əmsalı 4'dür. Reduksiya edici də oldu hidrogen sulfid, elektron verən kükürdün -2 oksidləşmə dərəcəsinə malik olan birləşməsidir. Reduksiya edicinin əmsalı 3'dür, 2 yanlışdır. A üzərinə gəlinsin B, C üzərinə gəlsin D-yə bərabərdir. Doğrudur, 7, 7, 4 də doğrudur. Keçirik 70-ci suala. Reaksiya verib. Reaksiyası üçün doğru ifadələri müəyyən edin. Əmsallardan danışırsa, deməli biz burada nə etməliyik? Reaksiya tənliyini əmsallaşdırmalıyıq. Xlor -1 oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə gəlir. Xrom da müsbət 6 oksidləşmə dərəcəsindən müsbət 3 oksidləşmə dərəcəsinə gəlir. Tənliyi əmsallaşdıraq. Sual 70. Xromların sayı neçə dənədir? 2 dənə olduğuna görə
Xrom 2 dənə xromdan danışacağam. 2 dənə xrom müsbət 6 oksidləşmə dərəcəsindən xrom müsbət 3 oksidləşmə dərəcəsinə gəlir. Ümumilikdə aldığı elektronların sayı 1 dənə xrom üçün 3 dənədir. 2 dənə xrom üçün də oldu 6 dənə elektron. Xlorlara keçirik. Xlorların sayı uşaqlar bəsit maddə halda 2 olduğuna görə əmsal yazırıq 2. 2 dənə xlor, bir dəqiqə. Mənfi 1 oksidləşmə dərəcəsindən xlor, 2 dənə xlor gəlir 0 oksidləşmə dərəcəsinə. 2 vurulsun, verdiyi elektronların sayı neçə dənədir? 1 dənə. Ümumilikdə verdiyi elektronların sayı da oldu 2 dənə. İndi sağ tərəfdə yazırıq verilən və alınan elektronları 6, 2, ixtisar geçsək, ixtisar aparırıq 3, 1. Yerlərini dəyişirik 1, 3. Biri yazırıq xrom 3 müsbətin qarşısına. Uşaqlar, biri xrom 3 müsbətin yox, xrom 6 müsbətin qarşısına yazırıq. Hansı tərəfdə say çoxdursa, biri onun qarşısına yazırıq. Bunu keçən dəfə sizə izah elədim. İkini də yazırıq xrom deməli 3 müsbətin qarşısına. Uşaqlar, saylar bərabərləşsin deyə. Xrom 2 dənədir. Mən bu əmsalı 2 götürməyimin səbəbi xrom 2-yə görə idi. Ona görə alınan əmsalı da onun qarşısına yazıram. Daha sonra 3 götürməyimin səbəbi xlor 2-yə görə deyildi. Xlor 2-nin qarşısına yazıram 3. İndi gəlir reaksiya tənlinin davamını əmsallaşdıraq. Kaliumların sayı 2 dənədir. Kaliumları bərabərləşdirdik. Xromlar bərabərdir. Xlorlara keçirik indi. 2 dənə, 6 dənə, 6 dənə, 12, 14 dənə xlor var. 14-ü yazırıq H xlorun qarşısına. Xlorların sayı da bərabərləşdi. Hidrogenlərə keçirik. 7 yazdıqsa hidrogen sayı da bərabərdir. Sonra oksigenlərə baxırıq. 7 dənə, 7 dənə oksigenin sayı da bərabərdir. Oksidləşdiricinin əmsalı 1-dir. Oksidləşdirici hansıdır uşaqlar? Elektron alan, xrom 6 müsbət olan birləşməsi doğrudur 1-dir. Redoksiyacının əmsalı 14-dür. Redoksiyacı H xlor da əmsalı 14-dür, doğrudur. Oksidləşdiricinin əmsalı 3-dür, yanlışdır. 1 mol kalium bixromat reaksiyaya daxil oldu və 6 mol H xlor oksidləşir. Gəlin baxaq uşaqlar. Reaksiyaya 14 mol H xlor daxil olur. Bunu bilirik. Amma oksidləşir deyilsə, yəni xlorun mənfi 1 oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə gələn halıdır. Yəni digər xlorlar oksidləşmir. Baxın, elə mənfi 1 oksidləşmə dərəcəsi olduğu kimi qalıb digər xlorlarda. Oksidləşən xlor yalnız xlor 2-dir. 14 dənə xlor atomlarının sayını yazıram. 14 mol H xlor, yəni 14 dənə xlor reaksiyaya daxil olur. 3 dənə xlor, 6 dənə xlor uşaqlar oksidləşir. Qalanları isə mənfi 1 oksidləşmə dərəcəsində olduğu kimi saxlayırlar. Deməli 6 mol H xlor oksidləşmiş. Uşaqlar 14 dənə xlordan 6 dənəsi oksidləşir. Yəni 6 mol H xlor oksidləşir deməkdir bu. Cavab da oldu 4. 4 də doğrudur. Deməli 1 mol kalium bixromat reaksiyaya daxil olduqda 14 mol oksidləşir. Xeyr uşaqlar, 14 mol oksidləşmir. 14 molundan 8 molu elə mənfi 1 oksidləşmə dərəcəsində olduğu kimi qoruyub saxlayır. Duzların tərkibinə qatılır. Deməli cavabımız da oldu neçə? 1, 2 və 4. 71-ci sual. Reaksiyası üçün nə doğrudur? Uşaqlar, ilk öncə biz reaksiya tənliyini əmsallaşdırmalıyıq. Ondan sonra reaksiya məhsullarında əmsalları müəyyən eləməliyik. Reaksiya tənliyini əmsallaşdırmaq üçün ilk öncə reaksiya tənliyini tamamlayaq. 71-ci sual. Mis 1 oksid üzərinə gəlinsin. Mis 1 sulfid. Reaksiya nəticəsində alınır sərbəst mis. Bir də SO2. Uşaqlar, deməli mis müsbət 1 oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə gəlir. Bəsit maddə halda maddənin sayına baxırdıq dedim. Bəsit maddə halda misin sayı 1 dənə olduğuna görə əmsal yazmırıq. Deməli mis müsbət 1 oksidləşmə dərəcəsindən, mis gəldi 0 oksidləşmə dərəcəsinə. Uşaqlar, baxın mislərin sayı hər ikisində 2 dənədir. Yəni mən bura əmsal yazsam, yəni 2 yazmalıyam. Daha sonra bunun da ikisini nəzərə almalıyam. Bəsit maddə halda bəsit maddənin sayı əmsal olaraq yazılır. Əgər biri bəsit, biri mürəkkəbdirsə, hər ikisi bəsit maddədirsə, onda hər ikisi mürəkkəb maddədirsə, onda hansının sayı daha çox da o yazılır. Davam edirik. Mis 1 müsbətdən 2 müsbətə gəlir. Onda deməli aldığı elektronların sayı 1 dənə oldu. Keçirik kürdə. Kürd mənfi 2 oksidləşmə dərəcəsindən müsbət 4 oksidləşmə dərəcəsinə gəlir. Hər ikisi mürəkkəb maddədir. Kürdlərin sayı 1 dənə olduğuna görə əmsal yazmırıq. Mənfi 2-dən müsbət 4 oksidləşmə dərəcəsinə gəldiyinə görə verdiyi elektronların sayı 6 dənədir. Verilən və alınan elektronların sayını yazaq 1, 6. İxtisar getmirsə yerlərini dəyişək 6, 1. 6-nı yazırıq misin 0 oksidləşmə dərəcəsi olan hissəsinin qarşısına. 1-i də yazırıq kürdün qarşısına. Kürdlərin sayı 1-dirsə, onda mis 2 sulfidin qarşısına da 1 yazılır. Mislərin sayını bərabərləşdirmək üçün 2-ni də yazırıq mis 1 oksidin qarşısına. Reaksiya tənliyi əmsallaşdı.
Davam edirik. Məsələn, bir-bir oxuyaq. Deməli, mis bir oksid reduksiya edicidir. Xeyr uşaqlar, mis bir oksid elektron alıb, yəni oksidləşdiricidir. Reaksiya məhsullarından biri SO2-dir. Doğrudur. Reaksiya məhsullarının əmsallarının cəmi 6-dır. 6 üzərinə gəlsin 1, 7-dir. Yanlışdır. Reduksiya məhsulu misdir. Uşaqlar, oksidləşdiricinin əmələ gətirdiyi məhsul reduksiya məhsuludur. Doğrudur. Misdir. Mis bir sulfidin əmsalı 1-dir. Doğrudur. Oksidləşmə məhsulu SO3-dür. Xeyr uşaqlar, oksidləşmə məhsulu SO2-dir. SO3 deyil. Cavab da oldu 1, 4, 5. 62-ci sual. Amonyakın oksigenlə yanma reaksiyasını danışır. İlk öncə gəlin yanma reaksiyasından yazaq. Amonyak NH3 üzərinə gəlinsin oksigen yalnız temperatur şəraitində reaksiya nəticəsində alınır. Azot qazı, bir də su. Reaksiya tənliyində məhsulların əmsallarının cəmini istəyir. Şəhər bu reaksiya olduqca sadə reaksiyadır. Yəni baxdığımız halda da əmsallaşdıra bilərik. Gəlin elektron balansı ilə əmsallaşdıraq ki, tam sizin beyninizə otursun elektron balansı. Azot da -3-dən gəldim 0 oksidləşmə dərəcəsinə. Azotun bəsit maddə halda sayı 2 dənə olduğuna görə 2 yazırıq. 2 mol azot -3 oksidləşmə dərəcəsində. N2 gəldi 0 oksidləşmə dərəcəsinə. 2 vurulsun -3-dən 0-a gələndə 3 dənə elektron vermiş olur. Ümumilikdə verdiyi elektronların sayı oldu 6 dənə. Oksigen bəsit halda 2 dənədir. Yəni 2 mol oksigenden danışır. 2 mol oksigende 0 oksidləşmə dərəcəsindən gəldi oksigen -2 oksidləşmə dərəcəsinə. 2 vurulsun aldığı elektronların sayını istənildi 2 dənədir. Ümumilikdə alınan elektronların sayını istənildi 4 dənədir. Verilən və alınan elektronları sağ tərəfdə yazırıq 6, 4. İxtisar aparırıq 3, 2. Yerlərini dəyişirik 2, 3. 2-ni yazırıq N2'nin qarşısına. 3'ü de yazırıq oksigen O2'nin qarşısına. Niyə O2'nin qarşısına yazırıq? Çünki mən bunun qarşısına 2 yazmağımın səbəbi O2'yə görə idi. N2'nin, yəni azotların qarşısına 2 yazmağımın səbəbi N2'yə görədir. Ona görə alınan əmsallarda onların qabağına yazıram. İndi davam edirəm. 6 dənə oksigen var, 6 əmsallaşdırdıq. 4 də yazırıq NH3'ün qarşısına. Azotlar da əmsallaşdı. Məhsulların əmsalları cəmi 2 üzərinə gəlsin 6. Cavab da oldu 8. Keçirik 73-cü suala. Amonyakın oksigenlə artıq yanma reaksiyasından yox, katalitik oksidləşmə reaksiyasından danışır. Məhsulların əmsalının cəmi. Gəlin ilk öncə amonyakın oksigenlə katalitik oksidləşmə reaksiyasını yazaq. NH3 üzərinə gəlsin oksigen. Reaksiya katalizator iştirakında gedir. Reaksiya nəticəsində alınır azot monoksid, bir də su. Gəlin əmsallaşdıraq. Oksigen 0 oksidləşmə dərəcəsinə -2 oksidləşmə dərəcəsinə, azot -3 oksidləşmə dərəcəsinə, -2 oksidləşmə dərəcəsinə gəlir. Azotların sayı 1 dənə olduğuna görə əmsal yazmırıq. Yəni -3-dən gəldi elə azot -2 oksidləşmə dərəcəsinə ümumilikdə 5 dənə elektron vermiş oldu. Oksigenlərin bəsit halda sayı 2 dənə olduğuna görə əmsal yazırıq 2. 2 dənə oksigen 0 oksidləşmə dərəcəsinə. Oksigen gəldi -2 oksidləşmə dərəcəsinə. 2 vurulsun 0-dan -2-yə gələndə 2 dənə elektron almış olur. Ümumilikdə aldığı elektronların sayı oldu 4 dənə. Verilən və alınan elektronları sağ tərəfdə yazaq. 5, 4 ixtisar getmir. Yerlərində dəyişək 4, 5. 4'ü yazırıq azot 2 müsbətin qarşısına. 5'i də yazırıq uşaqlar O2'nin qarşısına. Niyə? Çünki mən bura 2 yazmağımın səbəbi oksigen O2'yə görə idi. Ona görə də 5'i düz gəlib belə O2'nin qarşısına yazıram. Davam edirik. Oksigenlərin sayını bərabərləşdirmək üçün yazırıq 6. Oksigenlər 10 bərabərləşdi. Hidrogeni bərabərləşdi. 2 mol yazanda hidrogenlərin sayı, yox 2 mol yox 4 mol yazanda. 4 mol yazanda hidrogenlərin həm də azotların sayı bərabərləşir. Deyir məhsulların əmsalları cəmi 4 üzərinə gəlsin 6, 10. Məhsulların əmsalları cəmi də oldu 10. Keçirik 76-cı suala. İnşallah çox sadə bir reaksiya verib. Deyir bunu əmsallaşdırın. Deməli, oksidləşmə reduksiya reaksiyasına əsasən əmsallaşdırın. Xlor atomları və xlor atomlarının ümumi sayının neçə faiz? Reduksiya olunan xlor atomlarının ümumi sayının neçə faizini təşkil edir? Deməli, kalium xloratda xlor -5 oksidləşmə dərəcəsi, perxloratda -7 oksidləşmə dərəcəsi, kalium xlor mənfidə, yəni kalium xlorda isə -1 oksidləşmə dərəcəsi göstərir. Xlorların sayı 1 dənə olduğuna görə əmsal yazmıram. Deməli, xlor -5-dən gəldi. Xlor -7-yə ümumilikdə neçə dənə elektron vermiş oldu? 2 dənə elektron verdi.
vermiş oldum. Xlor müsbət 5-dən, xlor gəldi -1-ə. Ümumilikdə neçə dənə elektron almış oldu? 6 dənə elektron almış oldu. Verilən və alınan elektronları sağ tərəfdə yazıram. 2, 6, ixtisar getsə ixtisar aparıram. 1, 3. Daha sonra yerlərini dəyişirəm. 3, 1. 3 yazıram xlor müsbət 7-nin qarşısına. 1-i yazıram xlor mənfinin qarşısına. 4 də onda kalium xloratın qarşısına yazılırkən əmsallar bərabərləşsin. Reduksiya olunan xlor atomları oksidləşdiricinin əmələ gətirdiyi xlor atomlardır. Oksidləşdirici hansıdır? Xlor müsbət 5. Çünki elektron alıb. Reduksiya olunan xlor atomları deməli hansı oldu? Kalium, yəni xlorun mənfi oksidləşmə dərəcəsinə malik olan birləşməsində xlor atomları reduksiya olunub. Oksidləşdiricinin əmələ gətirdiyi məhsul reduksiya məhsulu, reduksiyacının əmələ gətirdiyi məhsul isə oksidləşmə məhsulu adlanır. Reduksiya olunan xlor atomlarının sayı nə qədərdir? 1 mol kalium xlor oldu, 1 dənə. Xlor atomlarının ümumi sayını, ümumi neçə dənə xlor atomumuz var? Uşaqlar, başlanğıcda 4 dənə xlor atomumuz var. Ümumilikdə 4 dənədir. Neçə faizini təşkil edir? 1 bölünsün 4 vurulsun 100. İxtisar getdi 25 dəfə. Deməli 25 faizini təşkil edir. Cavab da oldu 25. Keçirik 75-ci suala. 75-ci sual. Deməli, reaksiyanı deyir və sulfat turşusunun əmsalını müəyyən edin. İlk öncə gəlin reaksiya tənliyini bir əmsallaşdıraq. Brom -1 oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə, həmçinin müsbət 5 oksidləşmə dərəcəsindən də 0 oksidləşmə dərəcəsinə gəlir. Burada yalnız oksidləşmə dərəcəsini dəyişən element bromdur. İndi gəlin elektron balansı tənliyini quraq. Deməli, brom -1 oksidləşmə dərəcəsindən 2 dənə brom. Çünki bəsit maddənin tərkibində bromların sayı 2 dənədir. Brom gəlir, 2 dənə brom 0 oksidləşmə dərəcəsinə. Ümumilikdə 2 vurulsun, -1 dənə elektron vermiş olur. Ümumilikdə verdiyi elektronların sayı neçə dənədir? 2 dənədir. Keçir indi digərinə. Yəni, brom 2 dənə brom yenə müsbət 5 oksidləşmə dərəcəsindən 2 dənə brom gəlir 0 oksidləşmə dərəcəsinə. 2 vurulsun, müsbət 5-dən 0-a gələndə 5 dənə elektron almış olur. Ümumilikdə aldığı elektronların sayı neçə dənədir? 10 dənə. 10 dənə elektron aldı. Verilən və alınan elektronları sağ tərəfdə yazırıq. 2, 10. İxtisar getsə ixtisar aparırıq. 1, 5 və yerlərini dəyişirik. 5, 1. Uşaqlar, 5-i yazırıq. İndi deyəcəksiniz ki, bayaq siz dediniz ki, brom 2-yə görə bayaq dedim ki, oksigenin sayı 2 dənədir. Burada aldığım əmsalları oksigenin qarşısına yazacaq. Amma burada bir dənə brom 2 var. 2 dənə də müxtəlif oksidləşmə dərəcələrinə malik brom var. Bu brom 2 uşaqlar reaksiyanın tərsinə düşünün də. Bu reaksiyanın tərsinə də reaksiya aparmaq olar. Yəni tərsinə düşünün. Bu brom 2 bu 2 dənə bromun oksidləşmə dərəcələrini əmələ gətirirmiş kimi düşünün. Mən brom 2-nin yaxud qabağına 5 yazım, yoxsa 1 yazım. Axı məntiqsizdir axı. 5-i yazmalıyam brom -1-in qarşısına. 1-i də yazmalıyam müsbət 5-in qarşısına. Davam edirik. Əmsallaşdırmanın 6 dənə natrium var. 3 yazırıq, natriumların sayı bərabərləşdi. 6 dənə brom var. 3 yazırıq, bromların sayı bərabərləşdi. SO4-lərə baxırıq. 3 dənə SO4 var. 3-ü də yazırıq. H2SO4-ün qarşısına SO4-lər də bərabərləşdi. Son olaraq gəlirik suyun qarşısına. Suyun qarşısına da 3 yazırıq. Reaksiya tənliyi əmsallaşdı. Sulfat turşusunun əmsalını isə sulfat turşusunun əmsalı da 3-dür. Cavab da oldu 3. Keçirik 76-cı suala. N10-un əmsalını müəyyən edin. Gəlin müəyyən edin. Fosfor 0 oksidləşmə dərəcəsinə, müsbət 5 oksidləşmə dərəcəsinə. Azot müsbət 5 oksidləşmə dərəcəsinə, müsbət 2 oksidləşmə dərəcəsinə gəlir. Gəlin elektron balansı tənliyini quraq. Fosfor sayı 1 dənədir, nəzərə almırıq. Bəsit maddədəki sayını nəzərə alırıq da bilirik. 1 dənə olduğuna görə əmsal yazmırıq. 0 oksidləşmə dərəcəsinə, müsbət 5 oksidləşmə dərəcəsinə gələndə 5 dənə elektron vermiş olur. Azot müsbət 5 oksidləşmə dərəcəsindən, azot gələndə müsbət 2 oksidləşmə dərəcəsinə 3 dənə elektron almış olur. Sayı 1 dənədir, əmsal yazmırıq. Verilən alınan elektronları yazaq 5, 3, yerlərini dəyişirik. 3, 5, 3-ü yazırıq fosfor 5 müsbətin qarşısına. 5-i də yazırıq azot 2 müsbətin qarşısına. Əmsallaşdırmanı davam edir. 5-i yazırıq nitrat turşusunun qarşısına. Fosforların sayı bərabərdir 3 yazdıq. İndi keçirik hidrogenlərin sayına. Sağ tərəfdə var 9 dənə. 5 çıxanda 2 də yazırıq 9, 9. Hidrogenlər oksigenlərdə bərabərləşdi. N10-un əmsalını müəyyən elindir. N10-un əmsalı da neçə oldu? 5 oldu. Keçirik 77-ci suala. Oksidləşdirici və reduksiya edici. Uşaqlar,
Bu olduqca sadə reaksiyadır. Yəni bu elektron balansı tənliyi qurmuram. 3 yazırıq dəmirin qarşısına, 2 də yazırıq oksigenin qarşısına, reaksiya tənliyi əmsallaşdı. Dəmir 0 oksidaşma dərəcəsinə müsbət 2, müsbət 3, yəni bu birləşmənin tərkibində həm müsbət 2, həm müsbət 3 oksidaşma dərəcəsinə malik dəmirlər var. Dəmir oldu elektron verdiyinə görə reduksiya edici, altına yazıram reduksiya edici, oksigen də oldu oksidləşdirici. Oksidləşdiricinin mol sayı 12 olanda reduksiya edicinin mol sayı neçə olur? Çox sadə sualdır uşaqlar. 77-ci sual. Oksidləşdirici nədir uşaqlar? Oksidləşdirici dedik O2-dir. O2-nin sayı 2 mol O2 reaksiyaya daxil olanda neçə mol dəmirlə reaksiyaya daxil olur? 3 mol feryumla reaksiyaya daxil olur. Bizə deyir ki, oksidləşdiricinin əmsalı 12-dir. 12 mol oksigen reaksiyaya daxil olanda neçə mol dəmirlə reaksiyaya daxil olacaq? X mol feryumla reaksiyaya daxil olacaq. İndi X-i müəyyən eləyək. X bərabərdir 2x-lər getir 6 dəfə, 6 dəfə 3, 18. Deməli, X də oldu 18. 18 mol feryumla reaksiyaya daxil olacaq. Keçir indi 78-ci suala. 78 ilə 79 bir-birinə oxşardır. Bir reaksiyanın təlini əmsallaşdıranda digərini də əmsallaşdırmış oluruq. Gəlin baxaq, reaksiya məhsulunun əmsallarının cəmi oksidləşdiricinin əmsalı. Davam eləyək. Deməli, kükürt müsbət 6 oksidləşmə dərəcəsindən gəldi müsbət 4 burada müsbət 6-dır. Burada müsbət 4 oksidləşmə dərəcəsinə gəlir. Kürlərin sayı hər iki tərəfdə mürəkkəb maddənin tərkibində birdən olduğuna görə əmsal yazmırıq. Deməli, müsbət 6-dan kükürt gəldi müsbət 4 oksidləşmə dərəcəsinə 2 dənə elektron almış oldu. Davam edirik dəmirə. Dəmir 0 oksidləşmə dərəcəsinə müsbət 3 oksidləşmə dərəcəsinə gəlir. Dəmirin sayı sağ tərəfdə 2 dənə olduğuna dəmirin sayını bəsit maddədəki sayına əsasən hesablamalıyıq. Demişdim ki, bir bəsit, bir mürəkkəb maddə reaksiyaya daxil olursa biz bəsit maddədəki sayı nəzərə alırıq. Dəmir də uşaqlar müsbət 0 oksidləşmə dərəcəsindən gəldi dəmir müsbət 3 oksidləşmə dərəcəsinə verilən və alınan elektronların sayına baxaq. Ümumilikdə dedim ki, uşaqlar bir daha bu cümləni deyirəm. Əgər bəsit maddə oksidləşmə dərəcəsini dəyişən element bir bəsit maddənin, bir də mürəkkəb maddənin tərkibindəsə, onda bəsit maddədəki sayını nəzərə alırıq. Müsbət 3-ə gələndə neçə dənə elektron vermiş olur? Daha sonra neçə dənə elektron vermiş olur? 3 dənə elektron vermiş olur. Verilən və alınan elektronları yazırıq. 2, 3, tərsinə çeviririk. 3, 2. 3'ü yazırıq kükürt 4 müsbətin qarşısına. 2-ni də yazırıq dəmirin, deməli, bəsit maddə olan dəmirin yanına. Niyə? Çünki biz burada əmsalı 2 götürməməyimizin səbəbi, 1 götürməyimizin səbəbi bəsit halda olan dəmirdir. Ona görə bu əmsalı da bəsit maddədə olan maddənin qarşısına yazırıq. Bəsit halda olan elementin qarşısına yazırıq. Dəmirlərin sayı da bərabərləşdi. İndi davam edirik. Digər maddələri bərabərləşdirmək. SO4-lərin sayı 3 dənədir. Daha doğrusu kürdlərin sayı 3, 6 dənə kürd var. H2S4-ün qarşısına 6 yazırıq. Keçir indi hidrogenlərin sayına baxmağa. 6 dənə də yazanda hidrogenin sayı da bərabərləşir. Reaksiya tənliyini əmsallaşdırmış olduq. Oksidləşdiricinin əmsalını deyir Y-də. Oksidləşdirici hansıdır? Kükürd 6 müsbət. Oksidləşmə dərəcəsinə malik olan birləşməsi, yəni sulfat turşusu, qat sulfat turşusu. Qat sulfat turşusunun əmsalı neçədir? 6. Reaksiya məhsullarının əmsalları cəmi 1 üzərinə gəlsin 3 üzərinə gəlsin 6. Reaksiya məhsullarının əmsalları cəmi də 10-dur. Y-in, yəni 6-nın X-ə 10-a olan nisbətinin faizlə ifadə elindir. Gəlin ifadə eləyək 60%. Keçirik aşağıdakı suala. Reduksiya edicinin əmsalını istəyir bu səfər. Reduksiya edici nədir? Dəmir 0 oksidləşmə dərəcəsinə malik olan birləşməsi. Reduksiya edicinin əmsalı da oldu 2. Reaksiya məhsullarının mol cəmi. Reaksiya məhsullarının mol cəmi də bayaq hesablamışdıq 10. 2-nin 10-a olan nisbəti vurulsun 100 bərabərdir 20%. Keçirik 80-ci suala. Reaksiya verib reduksiya edicinin və reduksiya məhsullarının əmsalları cəmini müəyyən edin. Gəlin ilk öncə reaksiya tənliyini bir əmsallaşdıraq. Deməli, manqan müsbət 2 oksidləşmə dərəcəsindən, manqan gəldi müsbət 7 oksidləşmə dərəcəsinə. Manqanların sayı birdən olduğuna görə elektron balansı quranda əmsal yazmırıq. Manqan müsbət 2 oksidləşmə dərəcəsindən, manqan gəldi müsbət 7 oksidləşmə dərəcəsinə. Ümumilikdə 5 dənə elektron vermiş oldu, almış yox, vermiş oldu. Keçirik indi qurğuşuna. Qurğuşun müsbət 4 oksidləşmə dərəcəsindən müsbət 2 oksidləşmə dərəcəsinə gəlir. Həmçinin burada da müsbət 2 oksidləşmə dərəcəsinə gəlir. Deməli, qurğuşunlar 2 dənə müsbət 2 oksidləşmə dərəcəsinə malik duz əmələ gətirir. Gəlin bunların birini götürək, hesablamanı ona görə aparaq. NO3 ilə olan birləşməsini götürürük. Deməli, qurğuşunların sayı birdən olduğuna görə qurğuşun müsbət 4 oksidləşmə dərəcəsindən, qurğuşun gəldi müsbət 2 oksidləşmə dərəcəsinə, ümumilikdə 2 dənə elektron almış oldu.
Deməli, verilən alınan elektronları sağ tərəfdə yazırıq 5, 2, yerlərini dəyişirik 2, 5. 2-ni yazırıq manqan müsbət 7-nin qarşısına 2 yazdıq. Manqanların sayını bərabərləşdirmək üçün manqan sulfatın qarşısına da 2 yazırıq. İndi 5-i də yazacağım qurğuşun 4 oksidin qarşısına. Siz deyəcəksiniz ki, mən niyə qurğuşun 4 oksidin qarşısına yazırız? Yazın da qurğuşun 2 müsbətin qarşısına. Uşaqlar, qurğuşun 2 müsbət olan halı həm qurğuşun nitratda var, həm də qurğuşun sulfatda var. Hansının qabağına yazım? 2 müsbət həm nitratda göstərir, həm də sulfatda göstərir. Mən qurğuşunların ümumi sayını bizə verdi 5 dənə. Daha sonra həmin o 2 müsbət halına parçalanıb onların sayını indi biz özümüz müəyyən eləməliyik. Bizə burada 5 dənəni hansının qarşısına yazım? 2 müsbət, ikisi də 2 müsbətdir. Ona görə ümumi 5 müsbət götürürük. Onda qurğuşun 4 oksidin qarşısına yazırıq. Davam eləyirik indi. Reaksiya tənliyinin əmsallaşdırmanı davam eləyir. Manqan SO4-lərin sayı 2 dənədir. 2 yazdıq. Qurğuşun 2 sulfatın qarşısına. İndi qurğuşun nitratın qarşısına neçə yazılmalı oldu? 3 yazılmalı oldu. 5 dənə qurğuşun bölündü. 3 mol qurğuşun 2 müsbət, yəni 2 nitrat şəklində, 2 molu da 2 sulfat şəklində ayrılıb. Gördünüz uşaqlar? Nitratların sayına keçək. 6 dənə nitrat var. 6 yazdıq HNO3-ün qarşısına. Suyun sayını bərabərləşdirmək üçün hidrogenlərə baxırıq. 2 dənə 2 mol da burada. 6 dənə hidrogen hər iki tərəf bərabərləşsə, oksigenlər sayı da bərabərdir. Reduksiya edici hansıdır uşaqlar? Elektron verən, yəni manqan 2 müsbət oksidaşma dərəcəsi göstərdiyi birləşmə manqan 2 sulfat. Reduksiya edicinin əmsalı neçədir? 2. 2 üzərinə gəlinsin. Reduksiya məhsulu. Reduksiya məhsulu oksidləşdiricinin əmələ gətirdiyi məhsuldur. Oksidləşdirici hansı məhsulu əmələ gətirir? Reduksiya məhsulları. Oksidləşdirici burada qurğuşun 4 oksidi 2 dənə məhsul əmələ gətirir. Qurğuşun 2 nitrat, bir də qurğuşun 2 sulfat. Ümumilikdə bunların əmsallarının cəmi nə qədərdir? 5 dənədir. 2 üzərinə gəlsin 3, 5. Əmsallar cəmi də oldu 7 dənə, cavab da oldu 7. Gördünüz uşaqlar, reduksiya məhsulu oksidləşdiricinin əmələ gətirdiyi məhsul. Oksidləşdirici 2 dənə məhsul əmələ gətirdi. Müsbət 2 oksidləşmə dərəcəsi halında qurğuşun 2 nitrat, bir də qurğuşun 2 sulfat. 81-ci sualda eyni reaksiyada eyni şəkildə də əmsallaşdırırıq. Oksidləşdirici burada qurğuşun 4 oksiddir. Qurğuşun 4 oksidin əmsalı neçədir? 5-dir. 5 üzərinə gəlinsin. Oksidləşmə məhsulu reduksiya edicinin əmələ gətirdiyi məhsuldur. Reduksiya edici əmələ gətirdiyi məhsul manqan O4-dür. Əmsalı da 2-dir. Əmsallar cəmi oldu neçə? 7 oldu. Davam eləyirik. İndi keçirik 82-ci suala. Reaksiyası üçün uyğunluğu müəyyən eləyin. Gəlin müəyyən eləyək. İlk öncə uşaqlar reaksiya tənliyini əmsallaşdırmalıyıq. Reaksiya nəticəsində deməli natrium 0 oksidləşmə dərəcəsindən müsbət 1 oksidləşmə dərəcəsinə gəlir. Bəsit maddə var, bir də mürəkkəb maddə var. Ona görə bəsit maddədəki atomların sayını nəzərə almalıyam. Natrium deməli 0 oksidləşmə dərəcəsindən natrium gəldi müsbət 1 oksidləşmə dərəcəsində neçə dənə elektron vermiş oldu? 1 dənə elektron vermiş oldu. Uşaqlar nə olsun ki, mürəkkəb maddənin tərkibində natriumun sayı 2 dənə. Dedim ki, bəsit maddə halında sayına baxırıq. Əgər bəsit maddə mürəkkəb maddəyə çevrilibsə ya da mürəkkəb maddə bəsit maddəyə çevrilibsə, bəsit maddədəki atomların sayını, 2 dənə mürəkkəb varsa, mürəkkəb maddədəki atomların sayı hansı daha çoxdursa onu götürürük. Davam eləyirik. Deməli H2SO4-də sulfat turşusu. Baxın 2 dənə mürəkkəb maddə. Kütlün müsbət 6 oksidləşmə dərəcəsindən mənfi 2 oksidləşmə dərəcəsinə gəlir. Kütlənin sayı 1 dənə olduğuna görə əmsal yazmırıq. Müsbət 6-dan mənfi 2-yə gəlir. Ümumilikdə aldığı elektronların sayı nə qədərdir? 8 dənə. Verilən və alınan elektronların sayını yazırıq. 1, 8. Yerlərini dəyişirik. 8, 1. 8-i yazırıq uşaqlar natrium 0-ın qarşısına. Niyə? Çünki natriumun əmsalının 1 olmağının səbəbi bəsit halda olan natrium idi. Əgər burada bəsit halda olan natrium olmasaydı, mən natrium 2, yəni natriumun sayı çox olduğuna görə 2, əmsal 2-yə görə hesablayacaqdım. Yəni 2 moldan hesablayacaqdım. Natriumların sayı 1 dənə olduğuna görə, natriumun sayını 1 götürməyimizin səbəbi bəsit halda olan natrium olduğuna görə əmsalı ilə onun qarşısına yazıram. Deməli 1-i də yazırıq. Kükürt 2 mənfinin qarşısına yazdıq 1. Daha sonra indi SO4 natriumların sayını bərabərləşdirək. 4 mol yazdıq. Natriumlar bərabərləşdik. Kürdlərə baxaq. 4, 1, 5 mol. 5 də yazırıq H2SO4-ün qarşısına. Kürdlərin sayı da bərabərləşdi. Hidrogenlərə baxırıq. 4 mol suyun qarşısına yazanda hidrogenlərin sayı da bərabərləşdi. Oksidləşdiricinin əmsalı oksidləşdirici elektron alan, yəni kükürdün müsbət 6 oksidləşmə dərəcəsi göstərdiyi birləşmədir. O da sulfat turşusu eləyir. Sulfat turşusunun əmsalı 5-dir. Cavab da oldu. 1-ə getdi C variantı. Reduksiya edici uşaqlar burada natriumdur. Natriumun əmsalı da neçədir? 8-dir. Çünki elektron verən natriumdur. 8 də 2-yə də getdi A. Suyun əmsalını istəyir. Suyun əmsalı da 4-dür. 3-ə də getdi D variantı.
83-cü sual kalsiumun nitrat turşusuna reaksiya tənliyini verir. Gəlin reaksiya tənliyini bir əmsallaşdıraq. Kalsium 0 oksidləşmə dərəcəsinə, müsbət 2 oksidləşmə dərəcəsinə gəlir. Bəsit maddə kalsiumun sayı 1 olduğuna görə əmsal yazmırıq, elə 1 götürürük. 83-cü sual. Kalsium 0 oksidləşmə dərəcəsindən gəldi kalsium müsbət 2 oksidləşmə dərəcəsinə. Ümumilikdə 2 dənə elektron vermiş oldu. Nitrat turşusu azot müsbət 5 oksidləşmə dərəcəsinə, müsbət 1 oksidləşmə dərəcəsinə gəlir. Hər ikisi mürəkkəb maddədir. N2-də azotun sayı daha çox olduğuna görə əmsalı götürürük 2. İkisi mürəkkəb maddə olanda əmsal çox, deməli hansı atomun sayı çoxsa əmsalı onu götürürük. Əmsal oldu 2. Azot müsbət 5 oksidləşmə dərəcəsindən 2 dənə azot gəlir müsbət 1 oksidləşmə dərəcəsinə. 2 vurulsun. Müsbət 5-dən müsbət 1-ə gələndə 4 dənə elektron almış olur. Ümumilikdə aldığı elektronların sayı neçə dənə oldu? 8 dənə elektron almış oldu. İndi davam edirik. Deməli, verilən və alınan elektronları sağ tərəfdə yazırıq. 2, 8, ixtisar gəlsə ixtisar aparırıq. 1, 4, yerlərini dəyişirik. 4, 1. 4'ü yazırıq kalsium 2 müsbətin qarşısına. Onda kalsiumun burada da qarşısına 4 yazılır. 1'i də yazırıq uşaqlar N2 onun qarşısına. Çünki əmsalın 2 olmasının səbəbi N2O-dakı 2 dənə azotun olmasıydı. 1'i də yazanda azotların sayını bərabərləşdirək. Sağ tərəfdə var 4 və 2, 8, 10 dənə azot. Nitrat turşusunun qarşısına da 10 yazırıq. Azotların sayı bərabərləşdi. Keçirik suya. Hidrogenlərin sayını bərabərləşdirmək üçün 5 mol su götürməliyik ki, hidrogenlər də bərabərləşsin. Oksigenlərə baxaq 30, 4 dəfə 3, 12, 24, 30. Hidrogenlərin sayı da bərabərləşdirir. Oksidləşdiricinin əmsalını istəyir. Oksidləşdirici, yəni elektron alan azot müsbət 5 oksidləşmə dərəcəsinə malik olan birləşməsi, yəni nitrat turşusudur. Nitrat turşusunun əmsalı 10'dur, 1'ə getdi B. Keçirik indi 2'yə. Reduksiyacının əmsalı, reduksiyaci kalsiumdur, yəni elektron verən. Kalsiumun əmsalı neçədir? 4. 2'yə getdi Y. 3'ə keçirik. Suyun əmsalı. Suyun əmsalı da 5'dir uşaqlar. 5'də 3'ə də getdi A variantı. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə oksidləşmə reduksiya reaksiyaları bölməsinin, oksidləşmə reduksiya reaksiyaları tənliklərinin əmsallaşdırılması mövzusundakı 61-dən sona qədər olan sualları izah etdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun, sağ olun.